xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bu günlərim 22 avqust 2026-cı ildir. Həftənin 6-cı gündür. Bildiyiniz kimi hər həftənin 6-cı günü olduğu kimi bu həftənin 6-cı gündə Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Sizi bir daha məlumatlandırım ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü fəaliyyətdə olur. Həmçinin hər axşam da gecə bazarımız olur, canlı satışımız olur, canlı yayımımız olur. Dünənlərim Bərdə bazarında olmuşam. Artıq o çəkilişi YouTube'dan izləyə bilərsiniz. Nəsə sözü çox uzatmaq istəmirəm. Göyçay maşın bazarına yollanıram. Göyçay maşın bazarının girişindən sizlər üçün çəkişə davam edəcəm. İzləmədə qalın, kanala abunə olun, videonu bəyənin, dostlarınızla paylaşın videonun linkini. Instagram, WhatsApp, TikTok və digər hesablarla mənim YouTube kanalımın linkini dostlarınızla paylaşaraq mənə yeni abunə sayı, yeni baxış sayı, yeni bəyənmə sayı gətirə bilərsiniz. Artıq 9300 izləyicidən də yüksəkdir izləyici sayımız. Hədəfimiz 10.000 izləyicidir. İnşallah 10.000 izləyicidə də qəşəng bir kampaniyam olacaq. İzləmədə qalaq. Nəsə sözü uzatmaq istəmirəm. Yollanım Göyçay maşın bazarına. Bazarın girişindən sizlərə çəkişə davam edəcəm. İzləmədə qalaq. Salam, sabahınız xeyir olsun bir daha. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran bir daha sizlərin hər birinizi salamlayıram. Göyçay maşın bazarındayıq. Bildiyiniz kimi hər həftənin 6-cı günü bayaqların giriş videosunda da qeyd eləmişəm ki, hər həftənin 6-cı günü Göyçay maşın bazarı fəaliyyətdədir. Hər axşam da maşın bazarımız fəaliyyətdədir. Gəlmişəm, buradayam. İnşallah maşınlarımız da var. Çəkiş də eləyəcəm. Və ilk öncə sizlər üçün girişdən çəkiş eləyəcəm. Daha sonra, yəni ön tərəfdən çəkiş eləyəcəm. Daha sonra isə maşın bazarına daxil olaraq maşın bazarının içində olan avtomobilləri çəkib göstərəcəm. İzləmədə qalın. Ön tərəfdən çəkişdən davam eləyirəm çəkiş. Bu bazarımızın girişidir. Yolu da çəkim göstərdim. Bazarımızın girişində olan maşınlarımız var. Burada elanımız var. Yaxınlaşmayacağım, belə videonu yaxınlaşdırıb çəkəcəm. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdə. Telefon nömrələri 056 27 46 83, 051 627 46 83. Yəni bunlar həm zəng, həm WhatsApp nömrəsidir. Göyçay maşın bazarının rəhbərliyinin nömrəsidir. Həmçinin 055 628 11 36 WhatsApp nömrəsinə yaza bilərsiniz, bazar haqqında məlumat ala bilərsiniz. Həmçinin də 059 77 66 08 nömrəsinə də zəng vuraraq Göyçay maşın bazarında ətraflı geniş məlumat ala bilərsiniz. Burada 07'miz var, 014'ümüz var, digər bir 07, 06'lar. Belə hava istidir, biraz bazarımız seyrəkkanlıq ola bilər, o da başa düşüləndir. Nəsə, ya Allah, bismillah eləyib işimizə başlayırıq. Bunları da elə çəkib göstərmişəm. Gecə bazarı bölümü videosu var, YouTube kanalında baxa bilərsiniz. Qəşəng Opellərdir, ikisi də. Kia Rio var. Yəni gecə bazarında da canlıda bunların hamısı göstərilir. Sizə də belə deyək də, hansı maşın maraqlı olsa komentarda qeyd eləyə bilərsiniz. İnşallah yəni həm Göyçay maşın bazarında yolum düşsə, Bərdə bazarında, həmçinin Sumqayıt və ya Badamdar bazarında o maşını çəkib göstərə bilərəm. Ya Allah, bismillah eləyib işimə başlayıram. Allah hər birimizin işini avan eləsin. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 014 həvəskarları, mən özüm də 014 həvəskarıyam. Sizlər üçün Göyçay maşın bazarında yaxşı vəziyyətdə Vaz 21 114 markalı, bəli, 114 markalı avtomobilin çəkişini eləyəcəm. El arasında 014 deyirlər. Çəkiş eləyə-eləyə bir dənə maşın sahibi üzrünü göstərməyi istəmədi. Bir qısa məlumat alacağıq. Salam əleykum, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 2011. 2011-ci il. Motoru, karotkası, kadavoy sistemi. Heç bir problem yox. Ekranında cüz işidir. Cüzi iş Bəli, gedir. olan deyək. Olanı demək lazım, bəli. Belə sizdə olarkən güclü vuruğu, udarı, Heç bir şey. rəng dəyən yeri falan. Heç bir şey. Qiyməti nədir? 6800 deyirəm. 6800 ucuz. Ay maşallah. Maşallah. Bərdə bazarında valla mən 014 bildim, əlim yanında da sat. Bərdə bazarında mən 014 soruşdum, 9500 dedilər. Ona görə yəni dedim 6800-ə. Telefon nömrünüzü eşidək. 050 Aha. 407 2067. 050 407 2067. Adınız?
Habil qalır. Habiləmi harda baxmaq olar? Ucar rayonunun Təzəşilyan kəndi. Hə, Ucar rayonu ərazisində də belə ümumi baxmaq olar. Habiləmi hansısa maşınla bart edəcəksiniz yoxsa nağd pula ehtiyac var? Olsa elə bil ki eləyərəm. Dəyərindən ucuz, üstündə pul almaq şərt. Vaz markalı yəqin avtomobillər. 011, 06 olar. 011, 06 olar. Deməli, Habiləmdən məlumat alın. Mən bu maşının qiymətini sözün açığı öz-özlüyümdə 10.000, 9.500, 9.000 arasında fikirləşirdim. Çox münasib qiyməti. İl 2011-dir. Motor, korobka, xadavoy sistemi əla, kosmetik şey ehtiyacı yoxdur. Habiləmi, bəli, təkərlərin 4-ü də təzə, diskisi təzə. Habiləmi dedi ki, əlim yandıda satıram. Hər bir, yəni dedi gizlətməyin adı yoxdur. Ekranında da cüzi iş gedib. Amma bugünkü günə heç bir problemi yoxdur. Maşının satış qiyməti 6800 manat. Təbii ki, maşının yanında real alıcı ilə razılaşmaq olar. Bu maşının bir şey mənim diqqətimi çəkdi. 1, 2, 3, 4, 5, 6 kolonkası var. Əsl cavan maşınıdır. Yəni kosmetik şey ehtiyacı yoxdur. Salon səliqəli. Bax, ön tərəfdə oturacaqların üzlənməyə ehtiyacı var. Bu da böyük bir problem. Aha, çuxol da problem deyil. Çuxol da vurub bəli gətirib belə satışa şey eləyə bilərdi. Olanı budur. Qəşəng nömrəsi də üstündə maşının, yəni adına uyğun 14 614. Bura açaq göstərək. Ay maşallah. Elə kolonkaları da buradan da görürük. Kolonkalar da göz qamaşdırır. Cavan maşını. Bu günlərin valla 9, 10 belə götürəndə 11.000-ə də mən görmüşəm Nolonda. Amma münasib qiymətdə 6800. Habiləmi də yəni insaflı adamdır. Bu günlərin qiymətdə razılaşa bilər. Ön şüşələr podiumlikdir. Xatırladaq. Ya Allah, əyləşək salona. Baxaq bir dənə 304.465 kilometr orijinal yürüyüş, orijinal maqnitolası, kolonkası öz yerində, şiddət çartdağı, partdağı yoxdur. Onu da yəni diqqətə çatdıraq. Maşının yəni bir dənə problemi nədir? Ön oturacaqların üzlənməyə ehtiyacı var. Onu da yəni bu günlərim Habiləmi bu vəziyyətdə idarə eləyirsə, valla alan adam da elə bu vəziyyətdə idarə eləyə bilər. Bir dənə bu niyə qalxmadı? Qalxmadıq. Yəni baxın. Mühərrik yeri də maşallah üstü kimi tərtəmiz. Yəni problemsiz. Belə aşağıdadır dəmiri bax. Bunu belə qaldırırsan. Bunu bax belə sal aşağı, sal. Baba bura belə salırsan. Durur bax burada belə. Əslində onun yeri buradır. Biz ora saldıq. Nəsə, çəkdim, göstərdim, məlumatları da qeyd elədim. Sizə də bu 014 maraqlı gələrsə, maşın sahibi Habiləmimiz nömrə qeyd elədi. O nömrəyə zəng vuraq. Bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. YouTube izləyicilər 07 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında qəşəng vəziyyətdə vaziyində 07 markalı avtomobilin çəkişini edəcəm. Amma ağsaqqalımız yanımızdadır, üzün göstərməyini istənmədir. Bir qısa məlumat verəcək bizə. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 2004. İnjektor motor. Ay maşallah. 5'dir korobka. 5'dir. Difirində səsi. Difirində yüngül səsi var. Yüngül səsi var. Sizdə olarkən əmi, vuruğu, udarı, dəyişəni, rəhlənən yeri. Heç nə. Neçə müddətdir sizdədir? 4 ay 5 ay var. 4 ay 5 ay olar. Yəqin ki ehtiyac uzbatından pula ehtiyac var. Ona görə satışa çıxartmışsınız. Qiyməti nədir? 4500. 4500 sondur əmi. Yeri var. Yəni endirim olunacaq, şirinlik olunacaq. Telefon nömrənizi eşitdi. Telefon nömrəmiz yoxdur qardaşım. Nətər? Mən sizinlə bəs alıcı nətər əlaqə saxlayım? Qardaşımın nömrəsini verə bilərəm. Bu qardaşınızın nömrəsini deyib, gəl onda belə eləyək. Əmi, mən öz nömrəmi deyim. Mən sizdən qardaşınızın nömrəsini götürüm. Real alıcı mənə zəng vursun. Mən də sizin qardaşınızın, əmmimizin nömrəsini həmən insana deyim. Deməli bu maşından maraqlanmaq istəyənlər 050 977 6608 nömrəsinə zəng vura bilər. Həmçinin 055 628 1136 nömrəsinin WhatsApp-ına yaza bilər. Yəni cin nömrəyə zəng vurmayın, zəng çatmayacaq. O nömrə işləmir. Sadəcə WhatsApp-ı məndədir. Bax bir daha qeyd edirəm. 050 977 6608 zəng nömrəsidir. 055 628 1136 WhatsApp nömrəsidir. Əmmimizdən məlumat barter maraqlıdır hansısa maşına, yoxsa nağd pula ehtiyacı var? Nağd pula. Nağd pula ehtiyac var. Əmmimizdən məlumat aldıq. Yandı deyirəm məndə.
Aha, almışam. bildim. Məlumat aldıq. Bir daha qeyd elə. İl 2004-dür. İnjektor motordur. Motor, korobka yaxşı vəziyyətdədir. Difrində səsi var. Düzü. Ay maşallah. Burada da 1, 2, 3, 4, 5, 6 kolonka öz yerində. Qapı abifkaları yığılıb, salon yığılıb. Maşın sahibinin istəyinə görə. Baxırıq. Problemsiz. Gəldik maşınımızın sürücü tərəfdən salondan. Bir dənə əmr qaldıracam özüm buradan qaldıracam. Aha. Belə və bir dənə yük yerinə də nəzər yetirək. Sonra deməsinlər ki, Sehran, niyə yük yerini çəkib göstərmirsən, nəsə problemi zadı var. Burada yüngül yükümüz var. Bax, yağlanıb. Belə. Çürükdən, pasdan. Yəqin ki, altında çürüyü yoxdur. Bir dənə nöqtə yox. Bir dənə nöqtə çürüyü yoxdur. Xadavoyunda bəli, problemi yoxdur. Salondakı yaxşı vəziyyətdə bir dənə açarım mən yerinə salım. Şiddət çartdaq, partdaq söhbəti yoxdur. Oturacaqlar səliqəlidir. Mühərrik yeri injektor motor. İli 2000-dir motor belə zavoddan belə gəlib. Bilmirəm mən alanda bilirəm. Ha, siz alanda injektor almısınız. Baxırıq, bax, motorda da yağ yeməyə falan yoxdur. Təkərlər qaydasında, disk təkəri hər bir şey qaydasında. Kosmetik işə ehtiyacı yoxdur. 33 nömrə ilə Kürdəmir əhazisinə buradan atəşli salamlar. Həmin maşına harda baxmaq olar? Hansı rayonda? Göyçay ərazisində baxmaq olar. Öz yerlilərimə də buradan salamlar. Bax, dedim, göstərdim. Əmmimiz də məlumatları qeyd elədi. Mən də təkrarladım. Sizə də bu 07 maraqlı gələcək münasib qiymətə 4500 manat. Real alıcıya endirim olunacaq. Sizə də maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi. Belə mən öz nömrəmi qeyd elədim maşın sahibinin yerinə. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu 07. İzləyiciləri, TikTok səhifəmin izləyiciləri, çeşkə həvəskarları sizlər üçün Göyçay maşın bazarında Mercedes C180 markalı avtomobilin çəkisini eləyəcəm. Yəni yaxınlaşaq, üzün görsənməyini istəmir, qısa bir məlumat versin bizə maşın sahibi. Salam aleyküm qardaş, bazar olsun. Bir məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? 95. 95-ci ildir. 1.8 motor, avtomat. Kondisioner var? Yoxdur. Belə yeri var, yoxsa ümumiyyətlə yoxdur? Ümumiyyətlə yoxdur. Motoru, korobkası, xadavoy sistemi. Heç bir problem. Problemi. Sizdə olarkən vurğu, udarı, dəyişəni, rəhlənən yeri. Heç bir şey dəyişməyib, heç bir rəng vurulmayıb. Bir çoxdandır sizdədir, yoxsa yeni almısınız? Bir ildir sizdədir. Qiyməti nədir? 7800 sondur, yoxsa razılaşma var? Razılaşma var. Telefon nömrəsi eşitdik. 050 Aha. 483 48 24. 050 483 48 24. Düz dedim. Hə. Adın? Ülvi. Maşına real alıcı harda baxsın? Yəni hansı bölgədə, hansı ərazidə? Göyçayda. Göyçay əhalimə bir daha salamlar olsun. Ülvi hansısa maşınla barterə gedərsən, nağd ehtiyacın var. Barter olar. Özündən ucuz, yoxsa öz dəyəri qiymətində baha? Öz dəyəri qiymətində özündən ucuz. Baz, yoxsa Mercedes mi? Yox, Mercedes. Mercedes markalı avtomobillə. Necə? Böyük motor. Böyük motorla. Yəni 2 motor, 2, ha. Daha yüksək. 3.2, 2.8, 2.8, 3.2 olsa, 3.2 olsa 4 gözlə onda verir. satmağımın səbəbi odur ki, Böyük motor maşın istəyirsiniz də. Hə, başa düşdüm. Deməli, Ülvi qardaşdan məlumat aldıq. İli 95-dir. 1.8 motorda avtomat. Kondisioneri yoxdur. Ümumiyyətlə olmayıb. Yəni var ki, məsələn, kondisioneri var, qoymayıblar, söküblər falan, amma bu maşının kondisioneri yoxdur. Maşını sahibi Ülvi qardaşımız qeyd elədi ki, motoru, korobkası, xadavoy sistemi əla vəziyyətdədir. Məndə olarkən, yəni dedi ki, buruğu, udarı, rənglənən yeri olmayıb. Salon səliqəli parça salon. Ön şüşələrin 4-ü də padyonludur. Baxırıq. Satış qiyməti 7800. Real alıcıya maşının yanında endirmə olacaq 44 nömrə ilə. Masallı əhazinə. Buradan atəşli. Salamlar olsun. Baxın. Belə vəziyyətdədir arxa yüksək. Kim real alıcıdırsa, gəlsin bax maşına yaxından baxsın. Göyçay ərazisində baxmaq mümkün. Barterdə var. Böyük motor maşınlarla 3-2 motor 4 gözlə məsələn barter olar. Baxırıq. Əyləşək bir dənə salona. 452.155 kilometr. Kilometraj. Avtomat sürətlər qutusu. Gecikməsi falan yoxdur ki? Yoxdur. Problemsiz.
şiddət çartdaqdan, partdaqdan söhbət gedə bilmər. Yəni Ülvi qaldıraq oranı zəhmət olmasa. Oturacaqlar səliqəli. Yəni cızıq sökük falan yoxdur. Bu da maşınımızın motoru. 1.8 motor. Yağ yeməyi falan da yoxdur, problemi yoxdur. Belə çəkdim, göstərdim, Ülvi qardaşımız da məlumatları qeyd elədi, mən də təkrarladım. Əgər sizə bu maşın maraqlı gələrsə, maşın sahibi Ülvi qardaşımız nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu Çeşka YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizlərə bir dənə 07 çəkib göstərirəm. Valla sözün açığı bu 07-ni belə üzdən baxırsan, maşallahlar olsun ki. Elə bilirsən maksimum 2007-2008, yəni minimum da 2007-2008 maşınıdır. Bəzən 2010-11-ə də oxşadırlar bunu. Çünki yəni kənardan elə görsən, amma maşınımızın ili biraz köhnədir. Maşın sahibi əmimiz yanımızdadır. Qısa bir məlumat alacağıq. Yaxınlaşım özüm. Salam əleykum əmi. Bazar olsun. Ya Allah, başlayaq. İli neçənci ildir? 97. Bəli, ili 1997-ci il istehsalıdır. Amma əmimiz maşını elə qoruyub saxlayıb, elə baxıb ki maşına həqiqətən yəni 2010, 11, 2008, 2007 belə təsəvvür edir. Əmi maşının hər hansısa bir problemi, motoru, korobkası, xadavoyu, difrində səsi. Bir dənə satarçındadır, o da yəni qəbahət işdir. Qəbahət işdir. Lazımsa dəyişib verir. Yəni düzəltdirib vermək mümkündür. Əmi bu maşının qiyməti nədir? Maşın qiyməti son 47. Sonu 4700 manat. Və birdən kimsə gəldi 4600-ün var. Danahadır mənim kasıb insanda. Yəni razılaşmaq olacaq. Cüzi bax, mən burada videoda əmiyə dedim, yəni 4600-dən aşağı yeri yoxdur. Yəni kimsə gəlib deməsin ki 4500-ün var, bunu verirəm və yox. 4600 manat son qiyməti. Çünki bu günlərim yəni bu maşının bir dənə ili 97-dir. Çəkib göstərəcəm. Heç bir çürüyü də yox. Heç bir altında baxmışam özüm bu maşına. Yəni çürüyü, pası, ay nə bilim, burasında çürüyü olsun, burasında təkərlər hamısı təmiz, dördü də təzə, kama təkərdir, özə tapılmayan təkərdir. Diskisi hamısı normal, qəşəng nömrəsi üstündə. Nömrəni demiş, nömrəni verirsən üstündə. Nömrəsi qəşəng üstündə. Yəni maşının kosmetikaya ehtiyacı yoxdur, problemsiz. Telefon nömrəni də gəlsin. 050 Aha. 356 93 22. 050 356 93 22. Əmmimizin adı Sadiq. Sadiq əmmimiz. Maşına göyçədə baxmaq mümkündür. Barter Yox. olmaz. Naqbala ehtiyac var. Bax, əmi dedi sonu 47 dənə 4700. Mən yəni dedim, sağ olsun, hörmət elədi. 4600 manat son qiymətdir. İli 97-dir. Motor, korobka, xadavoy sistemi əla vəziyyətdədir. Tolçka kosmetik işə ehtiyacı yoxdur. Yəni bir nəfər gəlsin desin ki, bunun burasına xal düşüb, bunun burasına nə bilim pas düşüb. Yox. Maşının salon, yəni ümumi görünüşü belə deyə, üzdən qəşəng. Salonu vəbşə ideal. 4x4-ü də podyomnik. Bu hər 07-də olmur. 4x4-ü də podyomnikdir. Deyirsiniz bu döşətçəni götür baxaq, baxın. Baxın, döşətçəni götürdüm. 2 dənə orijinal Pioneer kolonka arxasında. Bunu qoyduq kənara. Qaytarıb qoya bilərsiniz. Aha, bax, göstərəcəm onu. Bax, qəşəng ayaqaltıları. Özdə deyirsən ev odur bu ayaqaltılarda. Bahalı ayaqaltıdır. Bax, sideniklərdə sökükdən, cızıqdan, ay nə bilim, bu sidenikin falan yeri sökükdür. Burada bir ip çıxıb, nə bilim, nə söhbəti yoxdur. Baxırıq, baxın. Steniklərdə sökükdən var və ən əsası. Bu roldan əlavə, bax bir dənə də belə bir fiyat rol veriləcək. Bu bahalı roldur. 50-60 manatdır bu dəqiqə qiyməti. Lap 30-40 manat olsun. Bunu əmi üstündə pay verəcək. Və əyləşirik. Qəşəng böyük LED monitorumuz. Ön şüşələr podyomnik, arxa şüşələr podyomnik. Korobka 65-dir da yəqin ki. 5-dir. Korobka 60. Motor yağ yemir. Şitində çatdağı, patdağı yoxdur. Və bunun əmi pultu səndədir. Bunun arxasını bir dənə vur açılsın. Pult sistemi mövcuddur. Pult sistemi yəni mövcuddur. Bax arxanı mən əlimi vurmadan pult sistemi ilə açıldı. Arxa görüntü kamerasından belə mövcuddur. İşləh vəziyyətdədir. Yük yeri baxın belədir. Yük yerinə rəng dəyişdik. Mən fikir verirəm, yəni içərilərə, buralarına rəng dəyilməyib. Maşında ola bilər. Maşına pulla harasa, maşına bax. Ay sağ ol, yəni bəli, yəni çəkilişi hər 360 çəkiliş deyək də biz buna, bəli, baxın, bax, ön kamerasından belə mövcuddur. Motoru
Ay maşallah. Karbürator motordur, akkumulatoru yenidir, bez problem bir maşındır. Bax çəkdim, göstərdim. Sadiq əmmimiz məlumatları verdi. Nömrə üstündə qalır. Onu da qeyd eləyim. Təkərlərin 4-ü təzə, diskləri təzə. Məlumatların hamısı qeyd olundu. Nömrə də qeyd olundu. O nömrəyə zəng vuraraq bu 07 haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri 07 həvəskarları. Özünə yaxşı 07 alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında ağ rəngdə Vaz 2107 markalı avtomobilin çəkilişini eləyəcəm. Maşın sahibi dostumdur. Məlumatları verəcək. Salam əleykum. Nə var, nə yox, nə tərsən? Başda. İl nədir? İl 2005. 2005. Motoru 06-dır. Korobka 5-dir. 5-dir. Difində səsi var. Səndə olanda vuruğu, udarı, dəyişəni olmayıb. Qiyməti nə demisən? 5-8. 5-8 demisən. Yəqin ki, razılaşırsan. Telefon nömrə ödəyəcəksən. 050 Aha. 777 Aha. 82 Aha. 96. 050 777 82 96 aldın? Hüseyin. Hüseyin. Deyəcəksən nətər dostsan ki, adını bilmirsən. Hüseyin, maşına Göyçayda baxmaq olar. Bəli. Barter maraqlı deyil Hüsü. Mansda maşınla barter girərsən, getmərsən, naqd ehtiyacın. Nömrə üstündə qalır. Ondan olan nömrə üstündə qalacaq da verirsən üstündə. Deməli, Hüseyin suallarıma cavab verdi. Mən də təkrar edeyim. İl 2005-dir. Karbürator motordur. 06 motordur. 5 korobkadır. Difirdə səsi yoxdur. Motor yağ yemir. Korobka atmır. Satış qiyməti 5800. Real alıcı endirim olunacaq. Abifkalar yığılıb, salon səliqəli. Burada 2 kolonka bir basovka görürəm. Və ön şüşələr podyomnik və bir dənə qısa bir çəkişini eləyəcəm. Daha sonra çəkişi sonlandıracağım. Deməli, açarı Allah qoysa buradan çıxarsam, qəşəng. Baxırıq. Salon səliqəli, ön şüşələr podyomnik. Pult işləyir. Sən mühərrik yerini qaldır, mən də bunun yük yerini açım. Pult sistemi mövcuddur. Arxa görüntü kamerası, qəşəng. Arxa görüntü kamerası. Salon, yük yeri belə. Salon səliqəlidir. Arxa görüntü kamerasını çəkim göstərim. Və bunu alırsın. Mühərrik yeri də ki, bax belə. Çəkdim, göstərdim məlumatları, qeyd elədim. Hüseyin qardaş da məlumatları dedi, mən təkrar elədim, nömrə üstündə qalır. Sizə də bunu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vuraraq maraqlana bilərsiniz bu 07 haqqında. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 10.07-ni çəkib göstərdim. Yeni bir Hyundai Accent markalı avtomobil gəldi Göyçay bazarına. Çəkişini eləyəcəm inşallah ki, amma məlumatların əmmimiz yanımızdadır. Alacağıq, daha sonra geniş bir çəkiş eləyəcəm. Salam əleykum əmi, bazar olsun. Qısa bir məlumat alaq. İli neçənci ildir? İli 2000-ci il. Neçə motor? 1.6 motor. Avtomat. Avtomatdır, bəli. Bəli. Problemi? Problemi bir dənə farsunkalar yorulmalıdır. Aha. Bir də sağ sərnişin tərəfdən içərdən vuruşqa qırılıb. O böyük bir problemdir. O böyük bir xərclidir. 10-15 manat xərci var onun uzağı. 13 manatdır Bakı. 13 manatdır. Bir də klapanı sallayın, biri dəyişir. Klapanı, motorun. Aha. Rahat maşındır. Kondisioneri var, işləkdir. İşləkdir. Ay maşallah. Qiyməti nə demisiniz? Qiyməti 6600-dür. Yəni sondur da. Bəli, bəli. Son qiymət odur. Bəli, bəli. Bəlkə biri gəldi dedi 6500 verir. Razılaşmaq olar. Deməli son dörüymüş. Telefon nömrə eşidir. 050 Aha. 429 45 33. 050 429 45 33. Adınız əmi? Ucar rayonu Adınız? Qələbə kəndi Xəlilov Yasər. Yasər əmmimizdir. Ucar rayonunda. Bəli. Ucar əhalisinə buradan salam olsun. Yasər əmi, pula ehtiyac var satırsınız yoxsa hansı maşınla barter eləmək olar? Yox, Pula ehtiyac var, satırsınız. Bildim, başa düşdüm. Yəni heyvandarlıq Bəli. mal alası artırmaqdan ötürmək üçün maşını satırsınız. Deməli, Yasər əmmimizdən məlumat aldıq. Hyundai Accent 2000 model. 1.6 motor, avtomat. Kondisioner var işlək vəziyyətdə. Arxa görüntü var. 90 nömrə üstündə qalır. Maşının rəngi gözəl. Problemləri nədir? Motorun farsunkaları yuyulmalıdır. Bir də
salniki o dəyişilməlidir də. Klapanın salniki dəyişilməlidir. Salon qırmızı salon, dəri salon. Avtomat sürətlər qutusu. Valla əmi dedi 6600. Baba ruçka problem buna deyil. Bax ruçka içərdən qırılıb. Onun da böyük bir problem deyil ki, onu dəyişmək asandır. Deməli maşının satış qiyməti 6600 son qiymət dedi əmi. Amma dedim birdən kimsə gəldi 65 verdi. Dedi razılaşmaq olar. Qiymətdə razılaşmaq olar. Maşının vuruğu, udarı, yəni görsənmir, gözə dəymir, rəngi cəlb edicidir. Qəşəng nömrə üstündə. Və gəldik, baxırıq. Salon qəşəng vəziyyətdədir. Və mühərrik yerinə nəzər yetirəcəyik. Görək mühərrik yeri nə vəziyyətdədir. Aha, bax mühərrik yeri 1.6 motordur. Cüzi problem var mühərrikdə, yəni əl gəzdirilməlidir. Valla pis qiymətə deyil, 07 qiymətinədir bu günlərim hal-hazırda. Avtomat, özdə kondisioner işləh vəziyyətdə, rəngi də cəlb edici, bez problem, vuruğu darı olmayan, kosmetik şeyə ehtiyacı olmayan bir maşındır. Sizə də bu maşın maraqlı gələrsə, Yasir əmimiz nömrə qeyd elədi. O nömrəyə zəng vurub maraqlana bilərsiniz bu Hyundai haqqında.